Bismillahirrahmanirrahim. Heç diqqət etmisinizmi? Bəzi evlər var ki, orada qazanc çoxdur, soyuducu doludur, hər tərəf bahalı əşyalarla bəzədilib. Lakin o evdə nəsə çatışmır. Sanki divarların arasına gizlənmiş qəribə bir soyuqluq, bir gərginlik və bitməyən bir yorğunluq var. Pul sanki su kimi axıb gedir, alınan əşyalar sevinç gətirmir və insanlar eyni damın altında bir-birinə yadlaşırlar. Digər tərəfdən elə evlər də var ki, orada süfrə çox sadədir, qazanc bəlkə də ən azdır, lakin o qapıdan içəri girəndə insanın ruhu dincəlir. O evdə tək bir çörək 10 nəfərə bəs edir, o otaqdakı gülüşlər bütün dərdləri unutdurur. Bax, bu fərqin adı bərəkətdir. Bərəkət kəmiyyətin deyil, keyfiyyətin artmasıdır. O, riyaziyyatın izah edə bilməyədiyi ilahi bir artım, bir yetərlilik halıdır. Lakin təəssüf ki, müasir həyatda biz fərqində olmadan evimizə səssiz oğruları dəvət edirik. Bizim bərəkətimizi pul kisəmizdən deyil, ruhumuzdan və süfrəmizdən oğrulayan vərdişlərimiz var. Bugün bu mənəvi səyahətimizdə evinizin iqlimini qurutmuş, bərəkət qapılarını kilidləmiş o görünməyən oğruları bir-bir ifşa edəcəyik. İslamın incə hikmətləri, müasir beynin nizamı və qədim həyat dərslərinin işığında bərəkəti necə geri qaytaracağımızı öyrənəcəyik. Əgər evinizdə ruzi və hüzur sıxıntısı hiss edirsinizsə, indi ətrafınızdakı səsküyü dayandırın. Çünki bugün bərəkətin qaçdığı deyil, qaldığı bir yuva qurmağın sirrini kəşf edəcəksiniz. Bərəkətin ən böyük oğrusu çoxumuzun fərqində olmadığı bir zaman dilimində gizlənib. Səhər günəşinin doğuşu ilə insanların oyanması arasındakı o qızıl saatlar. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bəşəriyyətin bərəkət kodunu tək bir cümlə ilə bəyan etmişdi. Allahım, ümmətimin bərəkətini onların erkən saatlarında qıl. Bu, sadəcə tez durmaq tövsiyəsi deyil, bu, kainatın enerjisinin, ruzinin və ilahi lütfün paylandığı anın əldən verilməməsidir. Müasir dünyada biz gecə yarılarına qədər ekran qarşısında oturur, bərəkətin paylandığı o səhər saatlarında isə yatırıq. Səhər saat 9-da və ya 10-da oyanan bir insan, kainatın o gün üçün ayırdığı yeni və canlı enerjini artıq əldən vermiş olur. Bərəkət o evə gəlir ki, o evin pəncərələri günəşdən əvvəl açılır. O evdə ilk ruzi qoxusu səhər azanı ilə bərabər duyulur. Əgər evinizdə bitməyən bir maddi sıxıntı və ya zehni dumanlıq varsa, ilk olaraq yuxu rejiminizə baxın. Səhər saatlarında yuxuda olan ev, mənəvi qapısı bağlı olan evdir. Ruzi təkcə pulla gəlmir. O, vaxtın genişliyi və zehnin aydınlığı ilə gəlir ki, bunun da tək açarı Peyğəmbər nəsihəti olan erkən oyanmaqdır. Bərəkəti yox edən ən böyük fiziki oğru, evinizdəki dağınıqlıq və istifadə olunmayan əşya yığınıdır. Fizikada entropiya adlanan bir qanun var. Əgər bir sistemə, yəni evə, enerji və nizam daxil edilmirsə, o sistem öz-özünə xaos və nizamsızlığa doğru meylidir. Müasir neyrobiyologiya sübut edir ki, insanın ətrafındakı vizual dağınıqlıq, lazımsız əşyalar, yığılıb qalmış köhnə paltarlar, sınıq qab-qacaq beynin diqqət mərkəzini dayanmadan yorur. Beyin fərqində olmadan o dağınıqlığı həll olunmamış problem kimi qəbul edir və stres hormonu olan kortizol ifraz edir. Stresli bir beyin isə heç vaxt yaradıcı ola bilməz, doğru qərarlar verə bilməz və ruzini idarə etməkdə aciz qalar. Bərəkət, hüzurun və nizamın olduğu yerdə qərar tutur. İslamın təmizlik imandandır düsturu sadəcə bədən təmizliyi deyil, həm də ətrafın nizama salınmasıdır. Evinizdəki hər bir lazımsız əşya, hər bir sınıq detal sizin enerjinizi soran bir vampir kimidir. Onları atdıqca, evinizi təmizlədikcə siz əslində mənəvi bir boşluq yaradırsınız ki, ilahi bərəkət yalnız o boşluğa daxil ola bilər. Dağınıq evdə düşüncələr də dağınıq olar. Dağınıq düşüncədə isə bərəkət məskən salmaz.
Bərəkəti evimizdə tutmağın və onun səssiz oğrularını qovmağın yolunu İmam Əlinin əleyhissalamın insan həyatının təməlləri haqqında verdiyi o sarsılmaz nəsihətlərində tapırıq. O, bərəkətin harada gizləndiyini və nə ilə yox olduğunu bizə 4 təməl qanunla izah edir. İmam Əli əleyhissalam buyurur: 4 şey var ki, onlar olduğu evdə bərəkət qalar. Düzgünlük, əmanətə sadiqlik, qohumluq əlaqələrini qorumaq və qonaqpərvərlik. Gəlin bu sözləri təhlil edək. Evinizdə yalan varsa, hətta kiçik ağ yalanlar belə bərəkət o qapıdan dərhal çıxıb gedir. Çünki yalan mənəviyyatın rütubətidir. O evin təməlini gizlicə çürüdür. Qohumluq əlaqələrini qırmaq, yəni ailə daxilindəki küsülük və kin bərəkətin ən amansız qatili sayılır. Bir evdə qardaş qardaşla, övlad valideynlə soyuqdursa, o evə dünyanın bütün xəzinələrini töksəz belə, orada heç kim doymayacaq və hüzur tapmayacaq. İmam Əli bizə öyrədir ki, bərəkət kənardan gələn bir şey deyil. O, sizin daxili münasibətlərinizin məhsuludur. Evinizə gələn qonağı bir yük kimi deyil, ruzi gətirən kimi görsəz, bərəkət çarxı fırlanmağa başlayacaq. Siz başqasına süfrə açdıqca, kainatın sahibi də sizin üçün bərəkət qapılarını açacaq. Bərəkətin oğrusu sizin paxıllığınız və xəsizliyinizdir. Onun qoruyucusu isə geniş qəlbiniz və səmimiyyətinizdir. Bəzən biz bərəkəti çox böyük şeylərdə axtarırıq. Lakin onun itməsi cəmi bir neçə qəpiklik bir xəta ilə bağlı ola bilər. Bunu anlamaq üçün qədim şərq hikmətində danışılan bir tacirin hekayəsinə baxaq. Bir tacir var idi. Çox çalışırdı. Lakin nə qədər qazansa da heç vaxt pulu çatmırdı. Ehtiyacları bitmirdi, borcları azalmırdı, evində həmişə bir sıxıntı var idi. O, mənəviyyat əhli olan bir arifin yanına gedib dərdi danışdı. Mən hər şeyi düzgün edirəm, ticarətim halaldır, amma bərəkət yoxdur. Arif ona dedi: Ged evindəki tələzini və ölçü qablarını yoxla. Bəlkə orada bir haram zərləsi gizlənib. Tacir evə qayıdıb hər şeyi yoxladı və heyrətə gəldi. Sən demə ölçü qablarından birinin dibində qurumuş bir damla bal qalmışdı. O hər dəfə müştəriyə bal satanda o tərəzinin dibində qalan kiçik damla, yəni kiçik bir çəki fərqi müştərinin deyil, tacirin xeyrinə işləyirdi. O qədər kiçik bir şey idi ki, heç kim fikir verməzdi. Tacir o qabı təmizlədi, haqqına girdiyi insanlardan halallıq aldı. Cəmi bir neçə gündən sonra evində elə bir hüzur və bolluq yarandı ki, özü də inana bilmədi. Bu hekayə bizə kiçik haramın nəhəng bərəkəti necə yox etdiyini göstərir. Evinizə gələn ruzidə başqasının haqqı varsa, istər iş yerindən icazəsiz götürülən bir kağız olsun, istərsə ödənilməmiş kiçik bir borc, istərsə də kiminsə haqqını tapdalamaq, o kiçik zərrə bütün halal ruzini zəhərləyir. Bərəkət təmizliyi sevir. Əgər bir yer sızdırırsa, o qabı doldurmaq mümkün deyil. Əvvəlcə o sızıntını, yəni kiçik haqları tapıb bağlamalısınız. Bərəkəti evdən qovan ən səssiz və ən hiyləgər oğru bizim dilimizdəki qeybətdir. Biz çox vaxt elə bilirik ki, kimsə haqqında pis danışmaq sadəcə bir söhbətdir. Lakin mənəvi aləmdə qeybət, yəni o evin bütün nurunu yandıran bir atəşdir. Bir evdə başqalarının nöqsanları müzakirə olunursa, kiminsə uğuru paxıllıqla dilə gətirilirsə, o evdə mənəvi infarkt baş verir. Bərəkət mələkləri o yerdən uzaqlaşır ki, orada insan əti, yəni qeybət yeyilir. Qeybət olunan evdə sözlərin çəkisi ağırlaşır, uşaqlar aqressivləşir və ruzi dadını itirir. Sizin ən böyük bərəkət vərdişiniz şükür və gözəl söz olmalıdır. Şükür bərəkətin maqnitidir. Siz əlinizdə olan kiçik bir şeyə sevinclə əlhamdülillah dediyiniz an, kainatın bütün qüvvələri o şeyi artırmaq üçün hərəkətə keçir. Lakin şikayət etdiyiniz an, o şeyi əlinizdən almaq üçün proses başlayır. Bərəkəti geri qaytarmaq istəyirsinizsə, evinizdə bir sükut və şükür orucu elan edin. Başqalarından danışmağı dayandırın, şikayəti dilinizdən atın. Görəcəksiniz ki, heç bir maddi artım olmadan eviniz necə genişlənəcək və ruhunuz necə doyum tapacaq. Çünki ən böyük zənginlik qənaət və gözəl əxlaqdır. İndi yaşadığınız bu evin içində
ən rahat yerinizdə əyləşin. Gözlərinizi yavaşca qapayın. Bədəninizi sərbəst buraxın. Yavaş-yavaş və dərindən nəfəs alın. Nəfəsinizi içinizə çəkərkən təsəvvür edin ki, ilahi bir nur, bərəkətli bir yağış sizin evinizin hər bir küncünə süzülür. Nəfəsinizi yavaşca verərkən isə evinizdə yığılıb qalmış o gərginliyi, küsülülüyü, dağınıqlığı və ruzi qorxusunu bədəninizdən və otağınızdan xaric edirsiniz. Düşünün, bu ev sadəcə divarlar deyil, o sizin ruhunuzun qabıdır. İmam Əlinin aleyhisselamın dediyi o düzgünlüyü və səmimiyyəti divarlarınıza hopdurun. Səhərin erkən saatlarında oyanmağı, tərəzinizin dibindəki o damlanı təmizləməyi, dilinizi qeybətdən qorumağı niyyət edin. Siz dəyişdikcə evinizin bərəkəti də dəyişəcək. Ruhunuzun dərinliyindən səmimi bir ümidlə Yaradanınıza bu səssiz duanı edin. Allahım, evimin qapısını sənin sonsuz bərəkətinə açıram. Məni ruzini qovan vərdişlərdən uzaq et. Evimi yalandan, kindən, dağınıqlıqdan və qeybətdən təmizlə. Süfrəmizə Zəkəriyanın ümidini, qəlbimizə İmam Əlinin səxavətini ver. Azımızı çox eylə, çoxumuzu isə sənin yolunda faydalı eylə. Bu yuvada yalnız sənin rizan və hüzurun qalsın. Hiss edirsinizmi, evinizin havası necə də dəyişdi? Çünki siz bərəkətin ən böyük şərtini yerinə yetirdiniz. Qəlbinizi və niyyətinizi təmizlədiniz. İndi hər şey daha yüngül, daha aydın və daha bərəkətlidir. Bu mənəvi oyanışınızı və evinizə dəvət etdiyiniz bərəkəti təsdiqləmək üçün rəy bölümünə keçib bu sadə cümləni yaza bilərsiniz. Evimin bərəkət qapısını şükrlə açıram. Rəbbimin verdiyi hər bir nemətə qəlbən razıyam. Əgər bu mənəvi səyahətimiz evinizdəki o görünməz oğruları tanımağa və hüzuru bərpa etməyə kömək etdisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bizə dəstək olun. Gözəl hikmətlərin paylaşıldığı bu məkanda hər kəsin yuvasına nur gətirmək üçün birlikdəyik. Süfrənizin hər zaman bərəkətli, ailənizin daim vəhdətdə, ruhunuzun isə hər zaman tox olması diləyi ilə. Sizləri azı çox edən, qəlblərə genişlik verən Allaha əmanət edirəm.